Hacı Abgül Süleymanov, əsl adı Abgül Nemətoğlu Süleymanov, 7 avqust 1976-cı ildə Bakıda anadan olmuş tanınmış ilahiyyatçı və ictimai fəaldır. O, 2000-ci illərin əvvəllərindən etibarən dini maarifləndirmə, gənclər arasında İslam dəyərlərinin təbliği ilə məşğul olub. 2005-ci ildə milli mənəvi dəyərlər ictimai birliyinin yaradılmasında iştirak edib. Hicab məhdudiyyətləri, məscid söküntüləri və dini azadlıq mövzularında fəal çıxışları ilə tanınıb. 12 avqust 2011-ci ildə o, hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və rəsmi ittihamlara əsasən 10 avqust 2012-ci ildə 11 il müddətinə azadlıqdan məhrum edilib. Süleymanov özünü təqsirli bilməmiş, ittihamları dini fəaliyyətinə və mövqeyinə görə irəli sürülmüş hesab etdiyini bəyan etmişdi. Bir sıra beynəlxalq və yerli insan haqları təşkilatları da onun işini dini inanc azadlığı kontekstində qiymətləndirmişdi. Cəzasının tam müddətini çəkdikdən sonra Hacı Abgül 30 sentyabr 2022-ci ildə azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra verdiyi müsahibələr və ictimai-siyasi mövzularla bağlı açıqlamaları geniş müzakirələrə səbəb olub. Onun həyatı və fəaliyyəti Azərbaycanda dini azadlıq, dövlətin münasibətləri və ictimai fəallığın sərhədləri barədə davam edən mübahisələrin simvoluna çevrilib.